Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Efirdə günün nəbzi verilişidir. Bugün 15 sentyabr bilik günüdür və bugün əlbəttə ki, yeni dərs ilinə hazırlıq istiqamətində həyata keçirilən layihələr, Təhsil Nazirliyinin xətti ilə reallaşdırılan bir sıra proqramlar barədə ətraflı fikir mübadiləsi aparmaq, eləcə də şagirdlərin, müəllimlərin 15 sentyabr gününə hazırlığı ilə bağlı suallarımızı cavablandırmaq üçün biz studiyaya Təhsil Naziri Mikayıl Cabbarovu dəvət etmişik. Mikayıl müəllim, hər vaxtınız xeyir olsun. Mən hər şeydən öncə sizi təbrik edirəm və gərgin iş gününə baxmayaraq studiyamıza gəldiyiniz üçün təşəkkür edirəm sizə. Mikayıl müəllim, çox önəmli və düşünürəm ki, valideynlər üçün, elə şagirdlər üçün də, hətta ali təhsil ocağında təhsil alan bizim tələbələrimiz üçün də mühüm məqamlara toxunacağıq söhbətimiz ərzində və başlayaq müəllimlərdən. Çünki ölkəmizdə bir sıra təhsil müəssisələri istifadəyə verilir, müasir tələblərə cavab verən, amma bu təhsil müəssisələrinin potensialından maksimum səviyyədə istifadə etmək üçün əlbəttə ki, pedaqoji hazırlıq olduqca mühüm önəm kəsb edir. Və başlayaq müəllimlərdən. Ümumiyyətlə, yeni tədris ilinə pedaqoji hazırlıq necə aparılıb və bu il təxminən nə qədər yeni müəllim, neçə yeni müəllim fəaliyyətə başlayacaq? Onların hazırlığı necədir? Bu istiqamətə zəhmət olmasa. Təşəkkür edirəm, çox sağ olun. Həqiqətən siz tam haqlısınız. Hər bir təhsil sisteminin gücü, onun tərkibində fəaliyyət göstərən müəllimin gücündən asılıdır. Və biz belə bir zamanda yaşayırıq ki, müəllim peşəsinə olan tələblər dəyişir, inkişaf edir. Müəllim peşəsinin nüfuzu Azərbaycanda ənənəvi olaraq hər zaman çox yüksək olubdur və son illərdə dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən təhsil sahəsində islahatların nəticəsidir ki, biz müəllimlik peşəsinin nüfuzunun artımının şahidiyik. Rəqəmlərlə dediyimi sübut etmək istərdim. Əgər 3 il bundan əvvəl ümumrespublika imtahanı üçün müəllim adını qazanmaq üçün və ümum təhsil məktəbində müəllim kimi fəaliyyət göstərmək üçün 18.000 namizəd müraciət etmişdirsə, bu il müraciət edən namizədlərin sayı 32.000-ə yaxın olubdur. Və bugünkü gündən ölkəmizdə 2456 müəllim üçün bugün ilk iş günü olubdur və mən bir daha onları ürəkdən təbrik eləmək istəyirəm və təhsil ailəsinə xoş gəlmisiniz demək istəyirəm. Fəaliyyətdə olan müəllimlər üçün peşə təlimlərinə olan diqqətin artırılması Təhsil Nazirliyinin əsas prioritetlərinin biri olaraq qalıbdır. Son 3 ildə biz müəllim hazırlığının və yenidən hazırlığının sistemini əhəmiyyətli dərəcədə təkmilləşdirmişik və artıq hər bir müəllimin öz fərdi ehtiyaclarına uyğun olaraq təlim tətbiq edilir. Təlimdən öncə müəllimin diaqnostik qiymətləndirilməsi, onun həm ixtisas biliklərinin, həm metodika biliklərinin qiymətləndirilməsi həyata keçirilir və təlimdən sonra həmin o qiymətləndirmə həyata keçirilir. Yəni, yalnız kəmiyyət deyil, keyfiyyət baxımından da müəllimlərin hazırlığının təşkil olunması istiqamətində addımlar atılır. Tamamilə doğrudur. Və çox üzr istəyirəm, məsələn, peşəkar təhsil işçilərinin peşəkar inkişafı institutu da məhz bu məqsədlə yaradılan bir qurumdur. Yeri gəlmişkən, bax, bu institutun bugünkü fəaliyyət istiqamətini necə qiymətləndirmək olar? Hansı işlər görür? Bugünkü gündə təlimlərin həyata keçirilməsində Təhsil Nazirliyi tərəfindən əsas əlaqələndirici qurum kimi məhz siz adını çəkdiyiniz təhsil işçilərinin peşəkar inkişaf institutu fəaliyyət göstərir və müəllimlərin təlimi üçün zəruri olan standartları, təlim kurslarını, ehtiyacları regionlar üzrə, bölgələr üzrə, məktəblər üzrə, ixtisaslar üzrə ehtiyacları müəyyənləşdirir. Onu da qeyd etmək istəyirəm ki, biz həmçinin müəllim hazırlığı mərhələsinə də çox böyük diqqət yetiririk. Siz bilirsiniz ki, bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin yeni rəhbərliyi təyin olunubdur dövlət başçımız tərəfindən və son aylarda biz xüsusilə həmin o universitetin müəllim hazırlıq ixtisaslarının məzmununun müasirləşdirilməsinə xüsusi diqqət yetirmişik. Sevindirici hal odur ki, son illərdə həyata keçirilən işlər nəticəsində müəllimlik ixtisasına daxil olan abituriyentlərin orta balı da əhəmiyyətli dərəcədə
artıbdır. Əgər 3 il, 4 il, 5 il bundan əvvəl 500 baldan yuxarı toplayan abituriyentin müəllimlik ixtisasına gəlməsi bir istisna halı daşıyırdırsa, bugün bu artıq normal hala çevrilibdir. Biz hər il təhlil aparırıq və görürük ki, ildən ilə müəllimlik ixtisaslarına daxil olmaq üçün tələb olunan orta bal artır. Bu da deməkdir ki, gələcəkdə də bizim məktəblərimizə, ölkəmizin məktəblərinə daha bilikli və savadlı müəllimlər gələcəkdir. Cənab nazir, yəni qeyd etdiyiniz faktlar onu düşünməyə əsas verir ki, biz 2-3 il bundan əvvəl haqqında danışdığımız müəllim çatışmazlığı, xüsusən də regionlarda bu problem aradan qalxıb, yoxsa? Çox haqlısınız. Biz vaxtilə belə bir problemlə rastlaşmışdıq. Onu da bilirsiniz ki, artıq 2 ildir ki, Cənab Prezidentin təşəbbüsü ilə ümumi təhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin diaqnostik qiymətləndirmədən sonra əmək haqqı artımı islahatı başlayıbdır. Artıq ölkəmizdə fəaliyyət göstərən təxminən 60 min müəllim, bu da bütün müəllimlərimizin təxminən 40%-ını təşkil edir. Artıq yeni mexanizmlə əmək haqqını alırlar. Bu, onların həm maddi rifahın yaxşılaşdırılmasına gətirib çıxarır, həm də ki, qeyd etdiyiniz kimi, müəllim peşəsindən diqqətin və cəzibədarlığın artırılmasını təmin edir. İstərdik şagirdlərə keçək. Çünki şagirdlər də bizə çox əminik ki, bəli, onlar da bizi izləyirlər və sevindirici haldır ki, şagirdlərin də həvəsləndirilməsi, şagirdlərin də oxumağa, belə də stimullaşdırılması məqsədilə konkret addımlar atılır. Elə onlardan biri də məhz artıq ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsaitin artıq istiqamətinin dəyişməsidir. Artıq bu vəsait təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönələcək. Bax, bu addım nə verəcək bizə? Siz qeyd etdiyiniz hər iki müsabiqə, onlar daha çox məktəbə və müəllimə yönəlmiş müsabiqələr idi. Bu il Təhsil Nazirliyinin təkliflərinə əsasən həqiqətən o müsabiqələrin formatı təkmilləşibdir, dəyişdirilibdir. Cənab Prezidentin müvafiq sərəncamına əsasən artıq həmin layihələrin həyata keçirilməsi üçün qrant mexanizmləri nəzərdə tutulubdur. Burada biz hansı məqsəd güdürdük bu mexanizmin dəyişdirilməsində? Əsas məqsəd ondan ibarət idi ki, biz elə bir təcrübələri və elə bir metodik yanaşmaları müəllimlərdən və məktəblərdən gözləyirik ki, və təşviq edirik ki, onlar daha geniş şəkildə bütün respublika ərazisində fəaliyyət göstərən məktəblərdə tətbiq oluna bilsin və yaxud deyək ki, regional məktəblərdə və yaxud ixtisaslaşmış məktəblərdə. Başqa sözlə desək, burada məqsəd ondan ibarətdir ki, ən uğurlu təcrübələri, ən uğurlu yanaşmaları seçib sadəcə olaraq həmin o məktəbin, həmin o müəllimin həvəsləndirilməsi ilə məhdudlaşmamaq, bütün təhsil sistemində təhsil alan hər bir şagird üçün onu əlçatan etmək. Əgər bu metodika innovativdirsə, əgər bu metodika uğurludursa, əgər bu yanaşma təhsildə, təhsil nəticələrində müsbət nəticələrə gətirirsə, dönüş yaradırsa, nədən biz şərti olaraq Sumqayıt şəhərinin müvafiq məktəbində tətbiq edilən metodikanı Lənkəranın və yaxud Gəncənin və yaxud Bakının məktəblərində də tətbiq etməməliyik. Və bu prizmadan yanaşmada belə bir dəyişiklik baş veribdir və biz artıq inanırıq ki, bu layihələrin, ən uğurlu layihələrin, ən uğurlu metodikaların sürətli şəkildə bütün ölkə ərazisində tətbiqini təmin edək. Burada bir məqam çox mühümdür və mən ona da diqqət çəkmək istəyirəm. O da ondan ibarətdir ki, müasir təhsil sistemində müəllimin rolu dəyişir. Yəni, artıq müəllimə müstəsna bilik mənbəyi kimi baxmaq yanlış olardır. Yaşadığımız dünyada məlumatın həcmi elə bir sürətlə artır ki, yalnız biliyi yalnız müəllimdən və bilik daşıyıcısı kimi yalnız müəllimə baxmaq və yaxud yeganə bilik daşıyıcısı kimi yalnız dərsliyə baxmaq müasir və uğurlu məzunun yetişməsi üçün kifayət etmir. Ona görə müəllimin peşəsi mütləq bilikdən əlavə, həmçində
bələdçi rolunu şagird üçün yerinə yetirməkdən ibarətdir. Bu məlumatla dolu və dolğun olan bir dünyada və zamanda peşəkar inkişafı üçün lazımı olan məlumatları əldə etmək imkanlarının və vərdişlərinin öyrədilməsidir. Mən cəmi bir faktı xatırlatmaq istəyirəm ki, məlumat dedikdə, məlumatın həcmi dedikdə biz nəyi nəzərdə tuturuq? Hər 2 gündən bir bugünkü dünyada yaradılan məlumatın həcmi bəşəriyyətin yaranmasından təxminən 1960-cı ilə qədər yaranılan bütün məlumatın həcminə bərabərdir. Və təbii olaraq bu bir reallıqdır, çünki bu informasiya erasında yaşayırıq, bilik iqtisadiyyatı dövründə yaşayırıq və qeyd etdiyim kimi artıq müəllimin rolu da, müəllimə irəli sürülən tələblər də sadəcə olaraq savadlı və peşəkar bilikli mütəxəssis olmağa əlavə, həmçində savadlı bələdçi təhsil alana onun özü üzərində işləmək imkanlarını öyrədən və müstəqil bilik dünyasına çıxış verə bilən bir insana çevrilmək. Və digər bir məsələ, Mikail müəllim, istərdik dərsliklərlə bağlı sizin fikrinizi öyrənək. Yəni, dərsliklərin keyfiyyətinin artırılması istiqamətində, yəni və məzmun baxımından daha dolğun bir dərslikləri şagirdlərə təqdim olunması baxımından hansı addımlar atılıb? Yəni, bu il yeni tədris ilində şagirdləri hansı dərsliklər gözləyir? Əsas yeniliklər ondan ibarətdir ki, biz dərsliklərin müzakirəsi prosesini mümkün qədər ictimailəşdirmişik. İstənilən dərsliyi mütəxəssislər tərəfindən və ekspertlər tərəfindən Dərslik Qiymətləndirməsi Şurası tərəfindən seçildikdən sonra biz onun açıq şəkildə portalda məzmununu yerləşdiririk. Valideynlər də iştirak edir bu müzakirədə. Həm valideynlər, həm müəllimlər, həm sahə üzrə mütəxəssislər, ekspertlər. Bunu etməkdə biz bir neçə məqsəd güdürük. Birinci məqsəd ondan ibarətdir ki, biz inanırıq ki, istənilən peşəkarın və yaxud vətəndaşın bu işə müsbət töhfəsi ola bilər. Hər hansı bir texniki yanlışlıqların aradan qaldırılması üçün biz bütün tirajı çap eləyib ondan sonra onu aşkarlamamalıyıq. Təbii ki, bu böyük maliyyə etkisi deməkdir. Həm maliyyə etkisi, həm mənfi emosiyalara bir çox hallarda gətirib çıxarır. Digər tərəfdən bu istiqamətdə olan işin şəffaflığından irəli gələn bir məsələ və mövzudur. Çünki mən bir neçə dəfə vurğulamışam ki, Təhsil Nazirliyi ən yaxşı müəllifləri seçir, ən yaxşı dərslik, təqdim olunan dərsliklər arasından ən yaxşı dərsliyi seçir. Eyni zamanda biz ən yaxşı seçilən belə dərslikdə də biz istədiyimiz məqamlar bəlkə tam şəkildə açılmır. Ona görə biz bu imkanı bir daha da yaradırıq və hesab edirəm ki, bu işin müsbət nəticələrini görürük. Müəyyən mənada bu ictimai monitorinqdir və ictimai nəzarətin bir formasıdır, bir mexanizmidir. Hesab edirəm ki, bu uğurlu bir təcrübə və yanaşmadır və yenə də fürsətdən istifadə edərək hər bir valideyni, hər kəsi bu sahədə marağı olan hər bir mütəxəssisi bir daha fəal vətəndaş mövqeyinin nümayiş etdirilməsinə çağırıram və bu işdə iştirak edənlərə də özlərinin təşəkkürümü bildirirəm. İkinci yenilik ondan ibarətdir ki, biz bu ildən başlayaraq ötən illərdə olan deyək ki, haqlı müraciətləri, şikayətləri nəzərə alaraq biz dərsliklərin məktəblərə çatdırılması, dərsliklərin hazırlanması və çap edilməsi proseduruna da müəyyən dəyişikliklər etmişik. İctimaiyyəti də məlumatlandırırdıq. Xatırlayırsınızsa biz sentyabrın 5-nə qədər valideynlərə tövsiyə etmişdik ki, artıq məktəblərindən öz şagirdləri, övladları üçün dərslikləri əldə edə bilərlər. Bilirsiniz ki, ötən illərdə bəzi hallarda bu və yaxud digər məktəbə 15 sentyabrda valideyn gəlirdi. Kimsə son gündə 14 sentyabrda, 13 sentyabrda yaşayış yerini dəyişirdi, yaxud birinci sinifə gələn şagirdlərin sayında axırıncı gündə gətirib uşağı məktəbə qeydiyyatdan keçirirdi və təbii olaraq məktəbdə isə dərsliklərin sayı
müəyyən kiçik uyğunsuzluqlara gətirirdi və yenə də tədris ili başlayandan sonra kiməsə kitab çatmırdı, deyirdilər ki, kitab yoxdur və s. Ona görə biz bu prosesi faktiki olaraq sentyabrın 5-nə qədər təklif elədik ki, valideynlər artıq gəlib öz övladları üçün bütün dərslik komplektlərini əldə edə bilərlər. Biz öz tərəfimizdən təbii olaraq bütün dərslikləri o vaxta qədər bütün ölkənin ərazisində bütün məktəblərə çatdırdıq və güman edirəm ki, bunda həmin o məsələlərin, sualların, narazılıqların aradan qaldırılması üçün öz müsbət rolu olubdur. Biz ümumiyyətlə məktəblərdə şagird hazırlığından danışdıq, müəllim hazırlığından danışdıq, amma məktəbin uğurlu fəaliyyət göstərməsi eyni zamanda məktəbin direktorundan da asılıdır və direktorların təyin olunması artıq yeni sistemlə həyata keçirilir. Bax, biz bilmək istərdik ki, bu sistem Təhsil Nazirliyinin ümidlərini doğrultdurmu? Yəni, Təhsil Nazirliyi məktəblərdə görmək istədiyi direktorları görə bilirmi bu sistemdən sonra? Çox haqlısınız, məktəb canlı bir orqanizmdir və hər bir idarədə, təşkilatda olduğu kimi müəssisənin liderinin rolu, yəni bizim halda məktəb direktorunun rolu müstəsnadır və çox əhəmiyyətlidir. Xatırlatmaq istərdim ki, ölkəmizdə təxminən 4450 məktəb fəaliyyət göstərir və biz düşünsək bunun nə qədər böyük bir rəqəmdir və Təhsil Nazirliyi tərəfindən yay aylarında təxminən 250 nəfər yeni məktəb direktorunun təyinatı baş veribdir. Bir dəfə onlar üçün də yeni iş günüdür. Onları, bəli, biz ilk deyək ki, bu keyfiyyətdə məktəb direktoru kimi deyək ki, birinci iş günüdür. Çünki o insanların əksəriyyəti təhsil sistemində yetişmiş, təcrübəsi olan həmkarlarımız və mütəxəssislərdir. Və həqiqətən onların hazırlama və seçim prosesi bir neçə mərhələli olmuşdur. Biz bütün ölkə ərazisində olan məktəblərdə vakansiyaları elan etmişdik. Regionlarda, müvafiq ərazilərdə yaşayan hər bir təhsil mütəxəssisi üçün o vakansiya üçün müraciət etmək, müsabiqəyə qatılmaq imkanı yaradılmışdır və bir neçə mərhələli seçim prosesi nəticəsində, müsahibələr nəticəsində bu təyinatlar baş veribdir. Bizim regionlarımızda fəaliyyət göstərən 200-dən artıq yeni təyin olunmuş direktorlarla görüşümüz sentyabrın 1-də baş tutubdur və həmin görüşdə biz çox məncə faydalı fikir mübadiləsi aparmışıq. Bu işdə biz yerli icra hakimiyyətləri ilə, rayon təhsil şöbələri ilə birlikdə fəaliyyət həyata keçirmişik və həqiqətən də bizim ümidlərimiz böyükdür. Analoji hal Bakı məktəblərinə də aiddir. Bilirsiniz ki, artıq 3 ildir ki, biz Bakı məktəblərinə direktorların təyinatını, xüsusi hazırlıq kurslarını məhz direktorlar üçün ali təhsil müəssisələrin bazasında tədris olunan xüsusi hazırlıq kurslarını uğurla keçmiş namizədlər arasında təyin edirik və beləliklə də yeni nəsil məktəb direktorlarını yetişdiririk. Və cənab nazir, siz əlbəttə ki, həmin direktorlara qeyd etdiyiniz kimi bir neçə dəfə görüşmüsünüz, amma eyni zamanda istərdik bir təkrar olsun, təkrar biliyin anasıdır. Biz ümumiyyətlə müasir müəllim necə olmalıdır bu suala cavab verdik, amma müasir direktor necə olmalıdır? Ümumiyyətlə, mən çox gözəl bir sualdır. Mən düşünürəm ki, müasir direktoru və müasir müəllimi birləşdirən keyfiyyətlər də var, amma izninizlə əvvəl sizin sualınıza cavab verim. Müasir direktorda bir mənalı şəkildə biz 3 əsas keyfiyyəti görmək istəyirik və bu keyfiyyətlər aşağıdakı kimidir. Müasir idarə edici və müasir idarə etmə prinsiplərinə yiyələnmiş, bələd olan bir şəxs. İkinci və ardıcılıq dedikdə demək deyil ki, birinci, ikincidən yaxud ikinci, üçüncüdən daha vacibdir. İkinci, təhsil sahəsinin mütəxəssisi, təhsili yaxşı bilən, təhsili anlayan, hər bir həmkarının, işçisinin, müəlliminin, hər bir şagirdin, hər bir valideynin qanuni marağını, həyat məqsədini anlaya bilən və təhsilin məqsədləri ilə uzlaşdıra bilən bir şəxs və nəhayət öz millətinə, öz dövlətinə, öz milli dəyərlərinə, vətəndaşlıq hissinə sıx bağlı olan bir kəsi. Bu əmil mən vurguladığım kimi hesab edirəm ki,
müəllimlər üçün də çox böyük önəm daşıyır. Biz müəllimlər barədə danışdıqda xüsusilə onların peşəkar hazırlığı barədə danışdıq. Lakin mən dəyərlər mövzusuna da toxunmaq istəyirəm. Çünki təhsilin dəyərlər üzərində qurulması yəqin ki, təhsil sisteminin uğuru üçün ən əsas bir şərtdir. Biz bu təbliğatı, bu əgər belə demək olarsa, xatırlamanı hər zaman edirik. Çox sevindirici və xüsusi diqqəti mən ona da cəlb etmək istəyirəm ki, bugün dövlət başçımız cənab Prezident İlham Əliyev Sabunçu rayon ərazisində yerləşən 311 nömrəli məktəbin açılışında çıxış edərkən məhz məktəblərdə təhsil alanlar arasında vətənpərvərlik ruhunun, vətəndaşlığın, milli mənəvi dəyərlərin, yad təsirdən kənar qalmanın əhəmiyyəti barədə kimi mühüm mövzulara toxundu. Biz ümumiyyətlə müasir müəllim necə olmalıdır? Bu məsələ barədə danışdıq. Müasir direktor necə olmalıdır? Müasir məktəb necə olmalıdır? Cənab Prezidentin tələbələr qarşısında, müəllimlər qarşısında çıxışda dediyi sözlər əslində müasir Azərbaycan gənci necə olmalıdır? Bax, bu istiqamətdə müəllimlərin üzərinə düşən proqram xarakterli bir çıxış etdi cənab Prezident. Yəni, ilk növbədə qlobal ictimai siyasi proseslərdə baş verən hadisələrin məğzini bilməlidir. Bugün Azərbaycan nəyə görə xarici qüvvələrin hədəfinə çevrilib, onu bilməlidir. Əslində, bax, bu fikirlər özləri də məktəblərin üzərində və müəllimlərin üzərinə konkret bir yük qoyur, konkret bir fəaliyyət istiqamətləri qoyur. Yəni, bu istiqamətdə müəllimlər çalışmalıdırlar. Danışdığımız keyfiyyətlər hansı dərəcədə aşılanır təhsil sistemində, məhz həyatın bizim qarşımızda qoyduğu sınaqlarla müəyyənləşir və onun ən bariz nümunəsi kimi bu ilin aprel ayında bütün millətimizin, cənab Prezidentin rəhbərliyi ilə keçdiyi imtahan, uğurla keçdiyi imtahan, parlaq qələbə, Qarabağda gənclərimizin şəhidlik zirvəsinə yüksəlməsi, mənim fikrimcə bu onun göstəricisidir ki, Azərbaycan təhsil sistemi bütün millətin bir tərkib hissəsi kimi olaraq bu sınaqdan və bu imtahandan başı uca çıxıbdır və həqiqətən milli dəyərlərin aşılanması, gənclərin vətənpərvər olaraq öz həyatlarını belə torpağımızın azad edilməsi naminə qurban etməyə hazırlığı Azərbaycan məktəbinin yalnız peşəkar keyfiyyətlərin deyil, yalnız fən ixtisaslar üzrə imtahanları deyil, bax belə həyatın bizə verdiyi imtahanlarda da sınaqdan keçir. Başqa sözlər, Təhsil Nazirliyinin prioriteti olaraq qalacaqdır, həm təbii olaraq bütün tədris prosesi zamanı və bugün də siz xatırlayırsınız ki, ənənəvi olaraq ilk dərs məhz vətənpərvərlik dərsi olubdur bütün Azərbaycan məktəblərində. Başqa sözlə, yəni bugün, nəinki bugün, elə əvvəl də, amma eyni zamanda zamanəmiz dəyişir, tələblər dəyişir, yanaşmalar dəyişir və xüsusən də bugün hər bir məktəbin, elə hər bir direktorun, hər bir müəllimin üzərində düşən əsas məsuliyyət, əsas vəzifə nümunəvi Azərbaycan vətəndaşı yetişdirməkdir. Və bu istiqamətdə əlbəttə ki, konkret addımlar atmaq, konkret proqramlar, layihələr işləyib hazırlamaq, yəni bir növ belə deyək, hər bir direktor, hər bir müəllim yalnız şagirdin savadı deyil, onun dünya görüşü, hətta onun geyimini belə daim nəzarətdə saxlamalıdır və bir nümunəvi, yenə deyirəm, şagird kimi öz məktəbinin təmsil olunmasında, təqdim olunmasında mühüm rol oynamalıdır və elə geyimdən söz düşmüşsən, cənab nazir. Yəni, bəzi məsələlər var, istərdik ki, onlara da toxunaq. Yəni, müəyyən, istər Facebook sosial şəbəkəsi vasitəsilə, istər müraciətlər vasitəsilə valideynlərin sizdən soruşmaq istədiyi bəzi məqamlar var ki, istər ki, o sualları sizə ünvanlayaq. Ümumiyyətlə, aydın məsələdir ki, hər bir tədris müəssisəsinin öz geyimi var və bu məsələdə müəssisələr müstəqildir, təhsil ocaqları müstəqildir. Amma bəzi məsələlər var ki, bəzən, yəni təhsil müəssisəsi öz geyimini hər il dəyişir. Yəni, məsələn, bu il bir geyim, gələn il başqa geyim, bu valideynləri narahat edir. Bu nə dərəcədə düzgündür? Bu verilişə valideynlərimiz də baxır və təbii olaraq valideynlərə üst tutaraq mən bir daha xatırlatmaq istəyirəm, çağırış etmək istəyirəm ki,
öz övladlarının təhsil uğurları ilə sadəcə olaraq maraqlansınlar, öz övladlarının təhsil problemləri ilə maraqlansınlar, onlarla daha çox ünsiyyətdə olsunlar və çox tez bir zamanda övladlarının təhsil nəticələrində olan uğurların şahidi olacaqlar. Və bu mövzudan gələrək sizin sualınızı cavablandırmaq istəyirəm. Çünki biz valideynləri təhsil prosesinə yad insan kimi qəbul etmirik. Onlar təhsil prosesinin bir iştirakçısıdır və o cümlədən məktəbdə verilən qərarların da iştirakçısı olmalıdır. Ümumiyyətlə, uğurlu təhsil sistemi üçbucaqdır. Təhsil alan, valideyn, təhsil müəssisəsi burada valideyn söz sahibidir və əgər həqiqətən də bizim hansısa təhsil müəssisələrimiz ayrı-ayrı məktəblər hər il siz qeyd etdiyiniz kimi formaları, dizaynını və yaxud formaları olan, məktəb forması olan tələbləri dəyişirsə, təbii olaraq burada valideynlər bu prosesləri, bu qərarları müzakirə etməlidir. Biz məktəb dedikdə bu məktəb direktoru deyil. Məktəb canlı bir orqanizmdir. Məktəbin tərkibində onun rəhbəri var, məktəb direktoru var, valideyn var, təhsil alan var. Və ona görə bu kimi məsələlərdə əgər həqiqətən fikir ayrılıqları varsa, valideyn komitələri vasitəsilə yerli təhsil idarələri var. Bakı şəhərində Bakı şəhər təhsil idarəsi var, nazirlik var. Yəni, təbii olaraq belə müraciətlər ola bilər. Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, təbii olaraq belə qərarların verilməsi konsensus nəticəsində olmalıdır, müzakirələrdən keçməlidir. Formanın tətbiqində, məktəb formasının tətbiqində əsas məqsəd ondan ibarətdir ki, məktəbdə ümumiyyətlə biz çalışırıq, bərabər imkanlar yaradılsın. Çünki biz əsas şərtlərdən biri budur və məktəbdə şagirdlər yalnız öz bilik səviyyəsi ilə seçilməyin tərəfdarıyıq. Heç bir şəkildə forma ilə, hansısa başqa Təbii, bunlar ikinci, üçüncü dərəcəli məsələlərdir, amma etiraf edək ki, valideynləri narahat edən məsələdir, cənab nazir. Ona görə mən bu sualı verdim. Yəni, əgər tutaq ki, məsələn, geyimlə bağlı və yaxud da kitabla əlaqədar valideyn müraciət etmək istəyirsə, müəyyən bir problemlə üzləşibsə, o birbaşa olaraq Təhsil Nazirliyinin qaynar xəttinə də müraciət edə bilər, eləmi? Bu birbaşa ünsiyyət mexanizmidir. Bəli, qaynar xətt hər zaman açıqdır. Bundan əlavə olaraq biz məktəblərdə valideyn komitələrinin fəaliyyətini hər zaman təşviq edirik. Valideyn komitələri məhz ona görə formalaşır ki, bütün valideynləri və yaxud valideynlərin hansısa bir hissəsini narahat edən məsələləri məktəb rəhbərliyi ilə qaldıra bilsin. Hər bir məktəb müvafiq rayon təhsil şöbəsinin yerləşdiyi əraziyə görə tabeliyində fəaliyyət göstərir. Əgər valideynlər məktəb səviyyəsində onların maraqlandıran məsələni həll edə bilmirlərsə, onlar rayon təhsil şöbəsinə müraciət etmək hüququna malikdirlər. Şəhərlərdə yaşayan valideynlər şəhər təhsil şöbəsinə və əgər o məsələlərdə həll olunmursa, bir də vurğuluram, Təhsil Nazirliyi rəhbər qurum kimi var. Siz bilirsiniz ki, hər ay cənab prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq biz yerlərdə, regionlarda qəbullar keçiririk. Yəni, düşünürəm ki, bugün biz səmimi deyə bilərik ki, təhsil sistemi valideynlər üçün açıq olan bir sistemdir və təhsil sistemində fəaliyyət göstərən istənilən məmurlu, istənilən icraçı ilə valideyn komitələrinin yaxud fərdi valideynlərin görüşü daimi baş verir. Ümumiyyətlə, bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır. Bu, demografik vəziyyətdir ölkədə. Yəni, əgər bugün səhv etmiriksə, 164 min şagird artıq məktəbə qədəm qoydu. Amma ötən ilə müqayisədə, səhv etmirəmsə, bu rəqam artıqdır. Bu 7.000-dən, təxminən 7.000 şagird 7.000 şagird çoxdur. Təbii ki, şagirdin çox olması, üzr istəyirəm, yəni bu daha çox fəaliyyət, daha çox məktəb, daha çox müəllim və daha çox direktor deməkdir. Siz çox haqlısınız. Son illərdə Azərbaycan Respublikasında müşahidə etdiyimiz demoqrafik vəziyyəti, müsbət demoqrafik vəziyyətdən irəli gələrək bizim şagirdlərimizin də sayı artır. Bu, təbii olaraq çox sevindirici bir haldır, çünki ölkənin əhalisi artır və bu Azərbaycanda gedən müsbət proseslərin daha bir göstəricisidir. Eyni zamanda təhsil işçiləri üçün bu bir sıra yeni çağırışlar deməkdir. Qeyd etdiyiniz kimi yeni sinif otaqları, yeni məktəblər və biz öz işimizi buna müvafiq olaraq planlaşdırmağa çalışırıq. Məsəl üçün, ildən ilə
tələb olunan dərsliklərin sayı artır, müəllimlərə olan ehtiyac və düşünürəm ki, biz qarşımızda duran bu məsələləri uğurla həll etmək iqtidarında olacağıq. Və cənab nazir, yəni təbii ki, bizə eyni zamanda tələbələr baxır və onlar üçün də maraqlı məqamlar var. Bax, yeni dərs ilində ali təhsil müəssisələrində keyfiyyətli dərsin təmin olunması istiqamətində nə kimi işlər görülür? Haqlısınız, biz daha çox sizinlə ümumi təhsil barədə danışdıq, lakin təhsil sistemi yalnız ümumi təhsildən ibarət deyil. Bizim ali təhsil pilləsində də bir çox inkişaflar baş verib bu tədris ilində. Onların bəzilərini mən xatırlatmaq istərdim. Bugün ölkəmizdə cənab prezidentin müvafiq sərəncamına uyğun olaraq Azərbaycan-Fransa Birgə Universitetinin fəaliyyəti başlanıbdır. Bu dövlət başçımızın və Fransa prezidentinin təşəbbüsü nəticəsidir. Bu layihə rekord müddətdə, cəmi 2 il ərzində reallaşıbdır və belə qısa müddət ərzində bu işin mümkün olmasında mən xüsusi olaraq ölkəmizin birinci xanımının Mehriban Xəməliyevanın da rolunu vurğulamaq istəyirəm. 143 tələbə birinci ildə qəbul olunubdur, 4 ixtisas üzrə. Burada tərəfdaş olaraq Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir. Frans tərəfindən 50.000 tələbəsi olan və 3 Nobel mükafatçısı yetişdirən Strasburg Universitetidir. Fransa tərəfindən gələcəkdə bu ali təhsil müəssisəsinin fəaliyyətinin genişlənməsini, tələbə sayının artırmasını biz gözləyirik. Və təbii əcnəbi müəllimlərin də dəvət olunması var. Onlar artıq bugündən belə başlayaraq artıq əcnəbi müəllimlər, yerli Azərbaycanlı müəllimlər fəaliyyət göstərir həmin ali təhsil müəssisəsində. Bu bir neçə məqamdan əhəmiyyətlidir. Birinci məqam ondan ibarətdir ki, ali təhsil sisteminin beynəlmilləşməsi Azərbaycanda baş verən bir prosesdir. Xatırlayırsınız ki, keçən il ölkəmizdə Rusiyanın və dünyanın aparıcı ali təhsil müəssisələrindən biri olan Seçinovun adını daşıyan 1-ci Moskva Tibb Universitetinin filialının açılışı olmuşdur. Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir və bütün bunların məqsədi ondan ibarətdir ki, ölkə vətəndaşlarına, gənclərinə öz evlərini, öz ölkəsini tərk etmədən dünya səviyyəli, Avropa səviyyəli ali təhsillə malik olmaq, milli ali təhsil sistemimizi möhkəmləndirmək imkanlarını yaratmaqdan ibarətdir. Digər bir mühüm məqam ondan ibarətdir ki, biz ötən tədris ili ərzində ali təhsilimizin infrastrukturunun, həm belə demək olarsa fiziki infrastrukturunun, həm yumuşaq infrastrukturunun yaradılması üçün bir sıra addımlar atmışıq. Burada mən xüsusi vurğulamaq istərdim ki, Maarifçi Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə və 10 ali təhsil müəssisələrimizin iştirakı ilə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən universitetlərin iştirakı ilə yaradılıbdır. Tələbələrə ilk təhsil kreditlərini təklif edibdir. Üzr istəyirəm cənab nazir, yəni bizə təbii ki, tələbələr də baxır, çox maraqlıdır. Yəni bu həmin Maarifçi Tələbə Kredit Fondundan konkret hansı tələbələr yararlana bilər? 10 universitet həmin fondun təsisçisi qismində çıxış edibdir. Həmin fondda iştirak hər bir ölkədə fəaliyyət göstərən hər bir universitet üçün açıqdır. Həmin universitetlərin istənilən tələbəsi o kredit fonduna, Maarifçi Tələbə Kredit Fonduna müraciət etmək hüququna malikdir. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, iyul ayında, yəni 2 ay bundan öncə Dünya Bankı tərəfindən buraxılan xüsusi hesabatda Azərbaycanın bu sahədə tətbiq etdiyi mexanizm dünyada ən innovativ bir mexanizm kimi bəhs edilir. Onun da əsas səbəbi ondan ibarətdir ki, Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətinin başlanması üçün biz yalnız ali təhsil müəssisələrinin öz imkanlarından istifadə etmişik və hər hansı bir dövlət vəsaitini, dövlət büdcəsinin vəsaiti cəlb edilmədən belə bir sistemin işə salınması mümkün olubdur. Gələcəkdə biz bu fonda dəstək vermək istəyən istər özəl, istər dövlət müəssisələri iş adamlarının marağı olduğu təqdirdə ehtiyacı olan tələbələrə
güzəştli tələbə krediti vermək yolu ilə bu fondun işinə dəstək verə bilərlər. Müraciət proseduru necə? Yəni sadədirmi? Maarifçi fondunun öz web portalı fəaliyyət göstərir, öz idarəetmə tərkibi formalaşıbdır. Bütün iştirak edən universitetlərin nümayəndələri qərar vermə komitəsinin üzvüdür. Qərarlar tam şəffaf şəkildə verilir. Ötən tədris ilinin sonunda biz ilk 27 tələbəyə belə kreditləri təqdim etdik. Artıq ilkin nəticələr var. Bəli, yəni artıq bu fondun kreditlərindən faydalanan tələbələrimiz mövcuddur. Onu da xatırlayırsınız ki, ötən tədris ilində biz Cənab Prezidentin müvafiq sərəncamı ilə təqaüdlərin ödənilməsi mexanizmində də dəyişikliklər etmişik və biz onun nəticələrini artıq görürük. Nəticələr ondan ibarətdir ki, tələbələr arasında akademik rəqabət xeyli yüksəlibdir. Artıq dövlət tərəfindən verilən təhsil təqaüdünü yalnız dövlət hesabına təhsil alan tələbələr deyil, həmçinin öz hesabına da təhsil alan tələbələr iddialı ola bilər. Bu yalnız və yalnız onların akademik nəticələrindən asılıdır. Bu da öz növbəsində universitet daxili qiymətləndirməyə olan tələbləri, ictimai nəzarəti, şəffaflığı olan tələbləri daha da artırır. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, son illərdə biz bilirik ki, ölkəmizdə bir sıra yeni nəsil ali təhsil müəssisələri yaradılıbdır. ADU Universiteti kimi, digər ali təhsil müəssisələrimiz kimi. Lakin öz həllini gözləyən böyük problemlərdən biri də tələbə yataqxanasının və yaxud tələbə yataqxanalarının... Bu arada sualım vardı, bəli. Yeni layihə artıq, buyurun, bəli. Olmaması ilə bağlı idi və biz bu layihənin həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlıq mexanizmini tətbiq edərək və xüsusi olaraq burada mən yenə də Heydər Əliyev Fondunun xüsusi dəstəyini vurğulamaq istəyirəm. Biz yaxın həftələrdə Bakı şəhərində müasir təxminən 1000 nəfər tələbə üçün müasir yataqxananın tikintisi işlərinə başlamağı planlaşdırırıq. Bu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərazisində qurulan bir yataqxana, tikilən bir yataqxana olacaqdır və onun xüsusiyyəti ondan ibarətdir ki, orada yalnız Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri deyil, həmçinin digər tələbə yataqxanasında ehtiyacı olan bölgələrimizdən gələn tələbələr üçün də yataqxana nəzərdə tutulacaqdır. Bütün bu addımların sistemli şəkildə həyata keçirilməsi həm ölkə daxilində ali təhsil sistemində vətəndaşlarımızın aldığı ali təhsilin keyfiyyətinə müsbət təsirinə inanırıq. Həmçində Azərbaycanın regionda ali təhsil məkanına çevrilməsinə xidmət edir. Məsələn, mən bugün Azərbaycan Fransız Universitetinin fəaliyyətinə toxundum. O universitetdə tədris yalnız ingilis dilində həyata keçiriləcəkdir. Bizim bir sıra ənənəvi universitetlərimiz Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADU Universiteti, bu universitetlərdə bugün tədrisi artıq ingilis dilində bir çox ixtisaslarda təklif edir. ADU Universiteti müstəsna olaraq ingilis dilində tədrisi həyata keçirir. Bilirsiniz ki, ölkəmizdə həmçinin rus dilində ali təhsil mövcuddur və Azərbaycanın bugün turist bumunun yaşanmasının şahidiyik. Ölkəmizdə olan sabitliyin, mövcud infrastrukturun, təhlükəsizliyin yalnız qısa müddətli turist səfərləri üçün deyil, həmçində inanırıq ki, gələcəkdə ölkəmizdə təhsil almaq üçün regional bir mərkəzə çevrilməsi üçün zəmin yaradır və biz buna inanırıq və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.
Ümumiyyətlə, cənab nazir, kifayət qədər yeniliklər barədə ətraflı məlumat verdiniz və bir məqamı qeyd etdiniz, yəni turizm sektoru və bu sektorda əlbəttə ki, təhsil alan gənclərimizə çox böyük bir potensial açılır, çox böyük imkanlar açılır və yeri gəlmişkən elə bax, bu mövzudan çıxış edərək ölkəmizdə peşə təhsil sisteminin inkişafı ilə bağlı istərik bax, o məqama toxunaq. Çünki cənab prezidentin elə bax, bu ilin aprelində Təhsil Nazirliyi yanında peşə təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı imzaladığı fərmanda ölkədə əlbəttə peşə təhsilinə marağı və önəmi ortaya qoyur. Vəziyyət necədir bu istiqamətdə? Müasir dünyada peşəyə sahib olmaq, sənədə sahib olmaq, əmək bazarında layiqli iş yerinin tutmağının ən qısa və ən belə demək olarsa rahat yollarından biridir. Dövlət başçımız tərəfindən Dövlət Peşə Təhsil Agentliyinin yaradılması bir neçə məsələnin həlli üçün bizə imkan yaradır. Birincisi, peşə təhsil sahəsinin strategiyasının ölkənin iqtisadi inkişafına, ölkənin əmək bazarında olan mütəxəssislərdə ehtiyacı daha dolğun və daha keyfiyyətli şəkildə ödənilməsini təmin etmək. İkincisi, maddi-texniki bazanın gücləndirilməsi ilə və müəllimlərimizin peşə təlimlərinin daha yüksək səviyyədə keçirilməsi ilə. Bu işlərin artıq öz nəticələrini, ilkin nəticələrini biz görürük. Siz bilirsiniz ki, biz Müasir Azərbaycan Peşəkarı layihəsi çərçivəsində bir sıra peşə təhsil müəssisələrində birbaşa olaraq işə götürənlərlə, yerli və xarici şirkətlərlə bir sıra ixtisaslar üzrə təlim kurslarını, hazırlıq kurslarını, tədris proqramlarını həyata keçirmişik. Dünən sözün əsl mənasında 21-ci əsrin peşə təhsil müəssisəsi kimi xarakterizə edə bildiyim Bakı şəhərində yerləşən 9 nömrəli texniki peşə liseyi bazasında yenə də dövlət özəl tərəfdaşlıq çərçivəsində yaradılan IT Step Academy layihəsini vurğulamaq istəyirəm. Bu peşə təhsil müəssisəsində yalnız və yalnız IT sahəsi üzrə mütəxəssislərə hazırlayır və bir də vurğulayıram, bu peşə təhsilidir, bu peşə ixtisasıdır. Və peşə təhsilinə almaq üçün bu yalnız 9-cu sinifin məzunlarını yaxud 11-ci sinifin məzunları ilə məhdudlaşmır. Burada həm 25, həm 35, həm 45, həm 55 yaşında insan gəlib yeni peşəyə sahib ola bilər. Elə bir peşəyə ki, hansına ki, bugün tələbat çox yüksəkdir. Bugün yəqin ki, fəaliyyətin elə bir sahəsi yoxdur ki, televiziya, nazirlik, nəqliyyat, tikinti ki, IT sahəsində mütəxəssislərə ehtiyacı olmasın. Bugünkü dünya kommunikasiya və yüksək texnologiyalar dünyasıdır və tədris olunan kurslarda həm ölkəmizin dövlət nümunəvi diplomunu, həm də ki, beynəlxalq şirkətlərin Microsoft kimi, Intel kimi, Cisco kimi şirkətlərin sertifikatlarını əldə etmək imkanı veririk peşə təhsil sistemimiz vasitəsilə. Bu da deməkdir ki, həmin ixtisaslara yiyələnmiş, həmin sertifikatları əldə etmiş vətəndaşlarımız istər Azərbaycanda istənilən müəssisədə, dövlət və yaxud özəl, istər də dünyanın istənilən və yaxud regionun istənilən ölkəsində bir peşə sahibi kimi öz fəaliyyətini göstərə bilər. Çox önəmli məqama toxundunuz, üzr istəyirəm. Həmin o tədris müəssisəsinin işə götürənlərlə, konkret şirkətlərlə əlaqədə olması, yəni potensial işçi sayılır bunlar. Bu baxımdan maraq daha da böyük. Tamamilə doğrudur və hər bir regionda biz peşə təhsil müəssisələrinin müvafiq regionların sosial-iqtisadi ixtisaslaşmasına uyğun olaraq tədris proqramlarını tətbiq edirik. Bilirsiniz ki, ölkəmizdə cənab prezidentin sərəncamı ilə regionların sosial-iqtisadi inkişaf proqramı qəbul olunub və uğurla icra edilir və o proqrama uyğun olaraq hər bir regionun öz ixtisaslaşması var, öz iqtisadi ixtisaslaşması. Sənaye bölgələrimiz, kənd təsərrüfatı, turizm və peşə təhsil müəssisələrində mövcud olan peşə təhsil müəssisələrində yeni ixtisasların açılmasında biz bunu əsas tuturuq. Və bu sahəyə dair olan son qeydim də ondan ibarətdir ki, biz hal-hazırda mövcud olan peşə təhsil müəssisələrinin optimallaşması layihəsini həyata keçiririk. Biz bunu Gəncə və Bakı şəhərlərindən başlamışıq.
Toplamda bu iki şəhərdə 32 peşə təhsil müəssisəsi mövcuddur və bizim təklifimizə əsasən hal-hazırda hökumətdədir və ümid edirik ki, yaxın vaxtlar qəbul olunacaqdır. Həmin peşə təhsil müəssisələrinin bazasında daha çevik, daha böyük, daha az sayda müəssisələrin yaradılması nəzərdə tutulur. Həmin müəssisələrə şagirdlərin seçimi bu il artıq Təhsil Nazirliyi ilə Asan xidmətin birgə layihəsi olan Asan Peşə layihəsi adlı layihə çərçivəsində həyata keçirilibdir və 4000-ə yaxın şagird məhz bu peşə təhsil müəssisələrinə məhz Asan Peşə layihəsi çərçivəsində qəbul edilibdir. Yenə də burada da əsas məqsəd həm şagirdlərə, onların valideynlərinə gələcək sənəd seçimi barədə tam dolğun məlumat vermək və digərisi isə bu proseslərdə tam şəffaflığı təmin etmək və vətəndaşlar üçün ən rahat öz hüquqlarından istifadəsinin rahat yolunu təqdim etmək. Cənab Nazir, təşəkkür edirəm ətraflı məlumata görə. Sonda isə bir sualım da olacaq. Cənab Nazir Mikayıl Cabbarov şagirdlərdən, yeni dərs ilində, tələbələrdən və təbii ki, müəllimlərdən, eyni zamanda valideynlərdən nə gözləyir? Gözləntim yəqin ki, çox sadədir. O da ondan ibarətdir ki, çox ümid edirəm ki, hər bir təhsil alanımız, hər bir şagirdimiz, hər bir tələbəmiz özünün şəxsi uğuru üçün və vətəndaşı olduğumuz doğma Azərbaycanımızın uğuru üçün ən böyük bir missiyanı öz sahəsində mütəxəssis, peşəkar olmaq, bilikli, savadlı vətəndaş olmaq, öz milli dəyərlərinə bağlı olan bir insan olmaq missiyasını uğurla həyata keçirəcəkdir. Biz də bu işdə onlara yardımcı olacağıq. Təşəkkür edirəm sizə. Əziz tamaşaçılar, siz günün nəbzi verilişinə baxdınız. Bizim verilişimizin qonağı Təhsil Naziri Mikayıl Cabbarov idi. Biz onunla təhsil sisteminin 15 sentyabr bilik gününə hazırlığı və bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər, yeniliklər barədə fikir mübadiləsi apardıq. Yenidən görüşmək ümidi ilə deyirik. Salamat qalın.